Herkese selamlar. Bugün sizlerle birlikte gördüğünüz kimi Tab Simulator oynuyoruz. İlk Tab Simulator videomu çəkirəm. Mən əvvəlcədən biraz oynamışdım. Belə bir petlərim var. Sabah da admin abis olacaq. Bu arada bayaqlar 2 dənə bundan çıxartdım. Nəysə, sabah admin abis olacaq. Hətta 23 saata sabah saat 10-da. Burada belə Lucky güncəlləməsi gəlib. Bir şeye baxacağam bir dəqiqə. Mənim Lucky'lərim var. Bunlar. Söylesem. Ama bilmirəm. Arada məndə belə bug'lar olur. Niyə olur bilmirəm. Də bir problem var. Mən burada şeylərim var idi. Lucky bloklarım var idi. Onlar hara getdi? Sabah admin abis olanda baxaq nələr olacaq. Əgər şey versələr, token versələr mən 8x'li yumurta açacağım. 8'li yumurta açmağı alacağım. Bugün belə bir şey göstərəcəyik. Bugün oyuna Lucky Block şey gəlib. Bugün sizlərə orada kasılmanın taktikini göstərəcəm. İndi ilk öncə gəlirik ikinci dünyaya. Yəni oyuna girən kimi baxın. Oyuna girən oyuna girən elə bildim o qırmızı şeydir. Oyuna girən kimi bax bunun arxasında filan bax bu Lucky Block makinesinin arxasında filan olmalıdır bir dənə. Bir də baxın bu gold makinesinin arxasında bir yerlərdə olmalıdır. İlk öncə bu ikisini alın. Sonra tez bir şekilde ikinci dünyaya geçin. Sonra ikinci dünyaya geldikten sonra bakın ya burada olacak, bir saattan bir değişir, ya burada olacak ya da ki başka bir yerde olacak. Birinci dünyada, ikinci dünyada olacak ya da saçtım birinci dünyada. Red neydi onun adı? Red Essence. Red Essence olacak. Orada 2 tane. Daha doğrusu Red Essence'den 2 tane Essence size sayılacak. Neyse. Şimdi ya da ki bak burada bu Egg'in düz arkasında ağacın yanında olacak. Tabii ben niye alabilmirəm bilmirəm ama olsun. Qəribə cümlələr qururam bu videoda niye böyle olur? Neyse sonra holografik dünyasına gelirsiniz. Holografik dünyada da bakın tam bak portaldan keçsiniz buradaki şeye gelirsiniz bakın tam burada rainbow var ama indi burada yoktu onun için yani başka yerdedir. Başka yerde hara ola bilər ona baxacağıq. İlk öncə bura baxım. Buralarda hələ yoxdur. Bəlkə birinci dünyadadır deyə gəlib baxım. Burada yokmuş. Şimdi 3. dünyaya gedək. Bəlkə buradadır. Burada harda olduğunu heç bilmirəm. Çünki burada mənə heç bir dəfə belə essence sıxmayıb. Yəni burada görürsən harda olur. Bilmirəm. Yəni yəqin burada da yoxdur. Onun üçün də magma gedirik. Bu arada dostlar özel mağaza diye bir şey var. Onu məncə almağı unutmayın. Çünki çox yaxşı bir şeydir. Yəni içindən əsas da yenidən doğuş porşunu, yenidən doğma porşunlarını alın. Çox lazım olur həqiqətən. Məsələn
3-4 gün məsələn yığın klikinizi. Sonra birdən rebirth atın. Amma bütün rebirth portionlarını basın. Yəni bütün rebirth portionlarını basanda X-iniz artacaq. Hətta qoya bilirsinizsə bir dənə totem falan da qoyun. O zaman çox daha artacaq. Neysə. Bir dəqiqə, bir də həqiqətən burada mağaza olmalıdır. Bir dənə onu tapım. Birinci dünyada değil, ha. Değil birinci dünyada. Başka dünyadadır o zaman. Magmada yok idi. Açtım. Şey de olabilir. Holografik de olabilir. Bu arada dostlar, mən bu oyunda hələ çox az gəlişmişəm həqiqətən. Dəhşət az gəlişmişəm. Yəni burada normalda çox gəlişən adamlar, yəni mənim 10 qatım falan var yəni bu oyunda. Yəni mən həqiqətən çox az gəlişmişəm. Məsələn, mənim rebirthim 13 trilyondur, amma yəni çox adamda da bir şey 100 qığdı filandır da, yəni quartrilyon filandır. Neyse, bəlkə Lunardadır deyə gedib baxaq deyib. Məncə elə buradadır. Yəni buradadır zaten. Baxın, burada belə şeylər var. Alın məncə bunları. Bu ikisini aldım. Yəni bitti. Yəni rebirth atsam təzədən gələcək tabi. Mən biraz klik kasacağım. Ama video arkasına yani klik kasacağım. Neyse. O neydi? Külmüş. Ben video arkasına biraz klik kasarım. Bir de dostlar böyle bir şey gösteririm. Bakın burada rainbow'lardan oluşturun o lucky şeyinden göstereyim. Bakın. Burada bu eqdə AFK qoyun məncə. Çox da yaxşıdır məncə yəni. İstəyirsiniz bunu açın. Onları sonrasında hamısını gold falan eləyin. Sonra gedin rainbow'a çevirin falan. Ondan sonra hərəsini bir dənə şeydən tokenlə falan sata bilərsiniz. Bunları mən 5-dən satıram, amma hələ heç kim almayıb. Neysə. Yəni belə yaxşı bir video eləmək istədim. Hətta bizim nə qədər şeyimiz olub, 4 dənə olub. Əslində olsaydı bir dənə düzəldər deyəcəydim də. Bayaqlar zaten əslində bir dənə düzəltdik. Baxaq. Burada falan yox, gəlmir. Yəni nəysə, əsas konuda deyim ki, bunu deməyəcəyim, baxın. Özel sunucunuz varsa çok daha rahat olacaq. İkinci dünyada gedin alın mən göstərdiyim SS'ləri, Rainbow'la redləri tezləyib alın. Sonrasında təzədən çıxıb girin. Yəni özel sunucuda olanda çıx gir eləyəndə sunucunuz təzələnəcəyi üçün SS'lər təzədən gələcək və təzədən alacaqsınız. Sonra təzədən çıxıb girəcəksiniz. Sonra təzədən təzələnəcək. Təzədən alacaqsınız. Elə çox rahat bir şəkildə qazacaqsınız. Sonra da gəlib buradan istədiyiniz yəni oluşturacaqsınız. Və bu arada həqiqətən mənim şeylər hanı? Mənim lucky bloklarım hanı? Burada mənim 2 dənə yaşlı lucky blokum var idi. Gitti lucky bloklarım. 2 dənə qoymuşdum mən bura. Gitti. Yani neyse. Videomuz bu kadar olsun. Biraz çok kısa video oldu bilirim ama inşallah hoşlanmışsınızdır. Sağ olun. Kendinize görüşerek kanala abone olup like atmayı unutmayın. Sağ olun. Görüşene dek.